Demək, bir çox valideynlər, xüsusilə analar, Günəbaxan redaksiyasına bizə müraciət edirlər ki, siz bizə kömək edin, çox xahiş edirik, bizi məlumatlandırın. Məsələ nədir? Məsələ demək, bizə müraciət edən insanlar deyirlər ki, məsələn, birinin 2 uşağı var, birinin 1 uşağı var, birinin hətta 3 uşağı olan xanım var. Bax, mən adlarını burada qeyd eləmişəm. Solmaz xanım. 3 uşağı var Solmaz xanımın. Deyir ki, mən bu uşaqlarla bacara bilmirəm. Nə mənada? Bunların qavrama qabiliyyəti çox aşağıdır. Biz demək, qorxuram ki, bu uşaqlar geri zəkalı olarlar, hər üçü. Geri zəkalı olmalarından qorxur, amma bunlar oxumurlar, 3 alanda biz sevinirik, yəni bu uşaqlar. Meyilli deyirlər, qavrama qabiliyyətləri çox aşağıdır. Və xahiş edirik ki, mütəxəssislər dəvət edək. Ümumiyyətlə, uşaq dərs oxumağa meyilli deyilsə, valideyn necə hərəkət etməlidir? Bax, hansı sahənin insanları bizə kömək edə bilərlər? Bax, çoxlu suallarımız var bu məsələ ilə bağlı, hörmətli tamaşaçılar. Ona görə də bugün biz hesab etmişik ki, bu vaxtda sizə məlumatlar verək. Və Zümrüd xanım, Azərbaycan Respublikasının xalq artisti Zümrüd xanım Məmmədova bizim qonağımızdır mətbəxdə. Buyurun Zümrüd xanım, gəlin. Salam. Xoş gəlmişsiniz. Öpmə bizi. Sağ olun. Çox sevindim sizi görməyimə, çox şadam. Zümrüd xanım özü həm müəllimədir. Əsl bugün bizim mövzumuza uyğun insandır. Nəyə görə? Həm müəllim ailəsində böyüyüb, düzdür? Və Elmir bəy, demək biz siz gələnə qədər baş sındırırdıq. Hərəmiz indi öz həyatımızdan yaşadıqlarımızı ortaya qoyduq. Mən etiraf elədim ki, mən döyülmüşəm. Fransız dilini mən qavraya bilmirdim, dilimə yoğuşmurdu da. Bütün qiymətlərim hamısı 5-5. Mənim 2 fərqlə axsamam olub. Biri olubdu fransız dili, biri də oldu kimya. Təsəvvür edin ki, bütün fənlər 5-5-5, kimyadan 3 alırdım mən. Başıma girmirdi, mən neyiniyim? Bu fən mənim başıma girmirdi, özümün marağında yox idi. Sözüm düzü. Bax, Fransı. Amma mən, məsəl üçün, o necə deyərlər, valideynim ki, deyirdi ki, sən heç olmasa 4 almalısan. O mənlə əlavə müəllimin məşğul olmasını bunlar təmin elədilər. Və mən sonra 4 aldım. Yəni, mənim atstatımda artıq 4 var idi fransız dilindən, daha 3 olmadı. Hamısı 5, 4, kimyadan da hazırlaşdım. Kimyadan da hazırlaşdım, güc bəla ilə, daha o 4'ü mən alınca nə əziyyətlər çəkdim, onu bir Allah bilir. Yəni, bu mənim içimdən gəlmir də, bu fən mənim üçün maraqlı deyil. İndi, amma ki, o vaxtı başqa da kriterlər, məsəl üçün, atstat çox önəm daşırdı. İndi o qədər də önəm daşımır bildiyim qədər. İndi, bax, siz, yəni, bu necə məsləhət görürsünüz? Bu, bir məsələ var. Siz öz fikrinizi bildirəcəksiniz, mən də öz fikrimi bildirmək istəyirəm, yəni yaşadıqlarıma görə. Valideyniz də bizə zəng edir, Solmaz xanım, bunun 3 uşağı var. Deyir ki, mənim uşaqlarım geri zəkalıdır, 3'ü də. Mən daha doğrusu anlada bilmirəm ki, geri zəkalıq bu başqa bir şeydir. Artıq tibbi cəhət. Deyirəm, sizin uşağınız vaxtında yemək yiyir, bəli. Filmlərə baxır, bəli. Telefon əlindən düşmür, mobildə oradan girir. Elə funksiyalara girir ki, uşaq, anası deyir, ha, bunu mənə. Mən deyir, bu yaşda adam, heç bilmirəm ki, o telefonda elə funksiyalar. Bəli, futbola baxır uşaq. Ondan sonra çox gözəl danışmaq, gülmək, oynamaq, yemək. Amma ki, digər ki, hər şeydə yaxşıdır, bir oxumaqdan başqa. Belə uşağı geri zəkalı adlandırmaq olar. Qətiyyən buna buraxılmış təlimsiz uşaqlar, Rusça Raspushini deyirdik biz əvvəllər. Yəni ki, təlim görməmiş uşaqlar deyir. Elə o telefonun yəqin ki, rolu az deyil ki, o uşaqların dərs qavramağında, tərbiyəsində, ailəyə qulaq asmağında bax bu qüsurlar yaşanılır. Bəlkə də elə o telefonlardır, o televizorun qarşısında mənasız şeylərə baxmaqdır, internetdir və onlar səbəb olur ki, indi uşaqların diqqət defisiti sindromu yaşayırlar. İndi deyir ki, üçündə mən artıq sözlə bunları anlada bilmirəm, mən indi bunları döyəcəm üçündə. İndi deyir ki, mütəxəssis dəvət edin, mənim başqa əlacım yoxdur. Deyir ki, döyə-döyə, yəni ki, bax, belə zor tətbiq etməklə, amma daha indi söhbət burun qanatmaqdan, başı yarmaqdan getmir. İndi istəyir ki, yəni mən bu şəkildə bunlara təsir göstərsəm, bunun axırı necə olar? Mənim uşaqlarımın, yəni ki, heç olmasa oxumaq 3-4 alsınlar deyir. Yəni, bax, bu şəkildə biz nə məsləhət görə bilərik həmin xanıma? Ümumiyyətlə, yaşları demədik ki, uşaqların yaşı nə qədər var? Uşağın böyüyü 5-də oxuyur, balacası 1-də.
Xeyr. Qətiyyən döyməklə o uşaqlar daha da pisləşəcək. Döyməklə o uşaqlar böyüyəndə qaytarıb valideyninə əl də qaldıracaqdı, İraq olsun, evdən əşyalar doğrayacaqdı, gedib pis qruplara da qurşana bilərlər. Hər şeyin öz vaxtı düzgün yanaşması var. Uşağa qarşı müəyyən ciddi cəza tətbiq eləməyin yaş dövrü ümumiyyətlə hardasa bir deyim sizə ki 8, 9 və 14, 15 yaş arası uşağa biraz sərt olmaq olar. O halda ki 7 yaşına qədər uşaqla düzgün davranıblarsa, yəni bəli. Çünki telefon əlində 7 yaşına qədər uşağın əlində telefon olubdursa, o internetin qarşısında olubdursa, bizim artıq ixtiyarımız yoxdur o uşaqla zor tətbiq eləməyə. Çünki artıq o uşağın əvvəldən bir növrəsi düzgün qoyulmayıbdır. Burada bir neçə çox vacib məsələləri biz bir-birindən fərqləndirmək. Birinci, sizin çox gözəl klassik nümunə gətirdiniz öz üzərinizdə. İnsan beyni elə qurulubdur ki, hər bir insanın bir istiqamətə istedadı var. Ola bilməz ki, bir insan bütün sahələrdə eyni göstərici görsəsə. Əksinə, var ya uşaqlar bütün sahələrdə 4, orta bab. Yəni o uşağın heç bir sahədə istedadı ilə əlahiddə istedadı yoxdur. Hər sahədə orta babat gedir 4-ünü alır. Amma adətən istedadlı uşaqların istedadı müəyyən sahələri olur. Məsələn, kimya çox spesifik fəndir. Ya kimyanın fanatı olurlar uşaqlar, sırf onu sevirlər. Ya da nifrət edirlər. Heç görmək mən ikinci qrupa aid edim, nifrət edirdim. O bilsin ki, siz daha çox humanitar fənlər. Bəli, mən amma digər, ya riyaziyyatla mən həmişə 5 almışam. Həndəsəni sevirdim, təsəvvür eləyin. Bəli, çünki hamısı oxuyan olmaq istəyir. Hə, həndəsəni sevirdim, riyaziyyat, tarix, ədəbiyyat, tarixi xüsusi sevirdim. Var texniki fənlər, riyaziyyat, fizika, həndəsə, cəbr. Fizikanı da sevirəm. Var humanitar fənlər, ədəbiyyat, tarix, coğrafiya, təbiət elmləri. Təbiət elmləri kimyadır, bir də biologiyanın müəyyən hissəsi, genetika. Zoologiyanı da sevirdim, biologiyanı məndə çox yaxşı idi, maraqlı idi. Yəni, uşaqlara əslində vaxtında düzgün, məsələn, xaricdə belədir ki, xüsusi psixoloji testlər var. Psixoterapevtlər, psixoloqlar uşaqları erkən yaşlarından o testlərdən keçirdirlər, müəyyənləşdirirlər ki, bu uşaq hansı sahəyə getsə, gələcəkdə bundan maksimum xeyir. Bu bədbəxtin uşağın üçü də heç bir sahəyə meyilli deyil də, məsələ ondadır. Deyir, o da deyir, İdibaq Zəngil idi bayaqlarım, biz reklama ayrılanda, deyir, Zümrüt xanım nəzərinə çatdırın da, deyir onu. Deyir ki, siz deyirsiniz ki, sizin qızınız musiqiyə tərəf olub da, siz bunu, ay sağ olun. Bu deyir, mənim uşaqların meyili harada mən bilmirəm. Bunlarınki ancaq qaçmaq, dağıtmaq, oynamaq, bədən tərbiyə, qaçsınlar, geçsinlər, futbol oynasınlar, vəssalam. Uşağa deyir, oxumaq adı gələndə, bunlar deyir, başlayırlar ağlamağa, əsəb, stres nümayiş etdirirlər, isteriya qaldırırlar, mənim üzümə qayıdırlar, ondan sonra, yəni ki, biz də qalmışıq belə, amma deyir, döyməmişik, indiyə qədər mən deyir. Bir də ki, doğru bir məsəl var, babalarımızdan, nənələrimizdən işləmişdik ki, qoyma ağıldan ağıl olmaz. O zor gücünə heç vaxt olmayacaq. Mən də məsləhət görürüm, xətkeşi götür, ağzına vur. Yox. Əllərlə vur, ağzına. Bax, belə ki, otur, oxuma heç olmasa belə şey olar. Bu Solmaz xanım psixoloqa göstərsin olar. Psixolog da artacaq ondan. Belə yağdan tük çəkən kimi, böyle pişik tükü çəkən kimi onu çəkəcək ki, bunu nəyə həvəs? Valla Elgiz bəy, bilirsinizmi, sizə həqiqəti deyim ki, valideynimiz də inciməsin. Bəzən valideynlər belə ağzı lovlu gəlirlər ki, uşaq belə eləyir. Oturub 15-20 dəqiqə konsultasiyadan sonra görürük ki, günahın böyük hissəsi valideynlərdə, biz böyüklərdə, onun ətrafında olan insanlardadır. Uşağın o dilini tapmağı bacarmaq lazımdır. Niyə görə görürsünüz, bəzi müəllimlər gözəl pedaqoji qabiliyyəti var deyə, ən 2 alan uşaqdan da nəsə bir savad meyil oyada bilir. Bəzi müəllimlərdən gedir, hətta. Bəzi müəllimlər isə hətta istedadlı uşağın da istedadını boğa bilirlər içərisində. Yəni, burada biraz pedaqoji yanaşmamız. Yaxşı, bax, indi bu adamı uşaq gedibdir məktəbə, 2 alıb gəlibdir. Valideyn neynəsin? Bax, buradan başlayaq. Olubdur, 2 oxumayıb. Ana da elə bilir ki, ata elə bilir ki, oxur, yalandan kitabı tutur əlində, beyni başqa yerdədir, başqa yerdədir. Gedib məktəbə 2 alıb gəlir. Bax, neynəsin? Valideyn nədən başlamaq lazımdır? Döymək deyirsiniz, olmaz. Qətiyyən. Birinci növbədə valideyn müraciət eləməlidir, həmin uşağın ikinci valideynləri olan müəllimlərə. Getməlidir məktəbə. Müəllimlərlə, bəli. Orada sinif rəhbəri, həmin fən müəllimləri, hətta direktor, zavuç və birinci növbədə məktəbin psixoloqu iştirakı ilə oturub bir
məşvərət eləməliyik ki, səbəb nə yerdədir? Bəlkə həqiqətən də indi çox geniş yayılıbdır hiperaktivlik sindromu. Elə uşaqlar var ki, onlar doğrudan da adi uşaqların oxuduğu kimi kitabı əllərinə alıb oxuya bilmirlər, müəllimi oturub dinləyə bilmirlər. Onlara xüsusi yanaşma metodu lazımdır. Bəlkə bu uşaqda doğrudan da diqqət defisiti sindromu və yaxud da hiperaktivlik sindromu var. Əgər elə bir hal varsa, onun xüsusi müalicə ilə paralel psixoterapiya eləyib və ona münasib dərs sistemi. O demək deyil, o uşağın ən gözəl variant budur. Onun qavramağı var. Sadəcə olaraq ona bəzi quşlara yemi qabağına tutmuşsunuz, bəzisini ovcunda gətirirsiniz. Bax, eləcə də o uşağa demək müəllim xüsusi yanaşma ilə o dərsi ovcunda gətirib o uşağa çatdırmalıdır. Amma mən inana bilmərəm ki, bir ailədə 3 uşağın 3-ündə də hiperaktivlik olsun. Onda elə isə biz sizin nömrənizi verəcək o ailəyə, görüşərsiniz və sonra inşallah soruşaq. Mənim üçün də çox maraqlıdır ki, nə məsələdir. Təşəkkür edirəm sizə. Çox sağ olun Zümrüd xanım. Sizə təşəkkür bildirirəm. Sizə Elmir bəy gəldiniz. Mövzu ilə bağlı dəyərli məsləhətlərinizdən indi biz də tamaşaçılarımız da inşallah yararlanacaq. Reklamlara ayrılıq hörmətli tamaşaçılar. Reklamlarda çox dəhşətli bir məsələ ətrafında biz söhbət edəcəyik. Söhbət anaların ölümündən gedir, hamilə qadınların ölümündən söhbət gedəcək.